Elvin, evin içərisi ilə tanış oldum, dəyərli izləyicilərimiz. Bugün sizlərə bir dənə villa təqdim edəcəm. Buna villa deyirəm. Bir daha söyləyirəm, burada kimin əməyi varsa onların hər birinə təşəkkür edirəm. Çox qəşəng bir şeydir. Qarajdır, texniki otaqdır, sanitar qovşağıdır, arxasında kiçik bir mətbəxdir və evin tam mərkəzində çox gözəl, zövqlü bir hovuz daşma. İndi isə keçək evin daxilinə, evin içərisindən də sizləri təqdim edeyim. Ümumi çəkiliş onsuz da var. Elmir Əmlak YouTube kanalında görəcəksiniz. Gedək. Gəlin, indi buranı göstərək. Tez. Çox qəşəng, çox gözəl bir mətbəx, qonaq otağı, hamısı birlikdə zövqlü bir villadır. Xeyirlisi kim alacaqsa. Buradan da birbaşa bilirsən də beşəli sistemi həyətə görüntüsü var. Ev açılır. İndi isə gəlin qalxaq ikinci mərtəbəyə. Elvin ikinci mərtəbədəyəm. İkinci mərtəbədə bax ümumi sanitar qovşağı. 3 dənə yataq otağı. Çox qəşəng. 3 yataq otağı. Üçü də həyətə baxır. Üçü də həyətə baxır. Hamısı da əşyalı. Gözəl bir evdir. Gözəl. Sizlərlə burada sağollaşıram. Amma sizinlə canlı-canlı bu həyətdə görüşmək ümidi ilə sağollaşıram sizinlə.